İnsanlar sustukça meydan sizindir Ferman Bey. Teşekkür ederim. Bir soru olmamıştı. Sadece indi aklıma geldi. Ve hatta yerden bu soru indi yerinde olacak bence. 2018-ci ildə biz auditoriya qoşulduqdan sonra, 4 seminar verdiğimiz zaman tam xatırlayıram ki, Kastiyon Plaza'da etdik biz. Çox yaxşı bir seminar alınmışdı. Hatta icazə verdilər bizə 4 gün ardında neçə saatlarla biz orada olmağa. O zaman biz daha çox idik. Və siz orada gözlərimizin parıldadığını hətta görürdünüz. Və bizdə orada motivasiya, hətta belə deyim, şəxsən məndə disiplin belə olsun. Bax, o yaranma nöqtəsi orada oldu. Yəni kick-off point orada oldu. Sadəcə fikir verirəm, bu günə qədər ki, yəni 2018-dən 2025 arada 7 il fərq var. Bu 7 il müddətində həm sizin postlarınızda görürəm bu yazını, həm də ki, belə deyim, insanların azlığında görürəm. Hətta siz yazırsınız, xəyalındakı gələcək azınlıq deyə yazırsınız. Bu, belə bir aklıma bir sual gəlir ki, bu azınlıqdan məmnunsunuzmu, yoxsa yəni pis tərəsinə deyir? Niyə görə bu sual edirəm? Çünki azınlığa doğru gedirsə demək ki, insanlar daha yaxşı inkişaf edir və artıq tələbələr özləri daha yaxşı inkişaf edir və mentor ehtiyac duymadan irəliləyə bilirlər. Və ya tam əksi olur, tələbələrin və ya başqa insanların qürurları çoxalır və başqa heç kimin yanına getmək istəmirlər. Çox gözəl. Belə bir aklıma Bunu çox ətraflı cavab verə bilərəm. Normalda hər bir insan, hansı ki insanlara bir şey aşılamaq istəyən, bu incəsənət insanı da ola bilər, belə şəxsi yönümdə də ola bilər və ya texnik fərqi yoxdur. Hər bir insan psixoloji olaraq birinci daha çox kütləyə çıxmaq istəyir. Bu hər bir səhnədə olan insan içində olan bir hissdir. Tamam mı? Ona nail o nöqtəyə çatandan sonra sən artıq kəmiyyət yox, keyfiyyət axtarışına həyatında bir keçid edirsən. Bəzən də kəmiyyət səni o qədər bezdirir ki, o zaman da sən artıq ələməyə çalışırsan, əlləyə də bilmirsən, bir şeylər eləyirsən ki, bu kəmiyyət azalsın, qarşında keyfiyyət qalsın. Bu tərəfdən məsələyə baxanda yəni. Məsələn, bir ən dahi musiqiçilərə baxsaq, onlar gənc yaşlarında birinci kütlələrə çıxmağa çalışırlar. Elə ki, hər kəsin belə sitayiş elədiyi bir dahi musiqiyə çevriləndən sonra artıq öz bucağına çəkilib, öz kütləsinə, öz auditoriyasına musiqini təqdim etməyə çalışan bir insana çevrilirlər. Bu sənətkarlarda da olur, bizim kimi insanlarda hər kəsdə də yəni. Amma realistik danışacağım, Azərbaycanda nə baş verir bu sahələrdə? Birincisi ki, o illərdə seminar sektoru və ya səhnədə bir şəxsi inkişafda doğrudan da təcrübəsinə dayanan bir danışıq zaten az idi. Bu bir yandan. Zaten sayılı sayıda bir sənə yol göstərən seminar var idi. Bunu hamı bilirdi ki, bu seminarda mən nəsə faydalana bilərəm. İkincisi, bizim insanımız tərəfindən deyirəm ki, bizim insanımız yaxşı olana yox, faydalı olana yox, falan yox, özünü cool hiss elədiyi yönlərə yönəlir. Heç kimin də bu xətrinə dəyməsin yəni, tamam mı? Yəni bizdə kütlə, biz müxtəlif bir dövr keçmişik ki, son 15 il dövrümüzü görmüşük bizim insanı. Biz insana nəyi eləmək, harada takılmaq, harada olmaq cool sayılacaqsansa, orada olmağı həcmə istəyib insan, düzdür? Birinci etap biz hamımız özümüzün şəxsiyyətimizdə mübarizə aparırıq. İstəyir özümüzü bu cəmiyyətdə tapaq. Tapma nöqtəsi nədir? Cool görünmək istəyirik ətrafda. Hər kəs tərəfindən qəbullanma və o cool leveldə olmaq istəyirik. Sizin dövrdə bəlkə razılaşarsınız ki, mənlə seminarda olmaq cool sayılırdı. Seminarda olanlar forslanırdı ki, görürsünüz mən seminara gedirəm. Görürsünüz mən şəxsi inkişafdayım. O dövrdən buna həm bizdə səbəb oldu, həm də ümumi aurada ora gətirdi ki, yalnız spesifik spikerlərdən keçid elədik, hara hər yerindən duran səhnəyə çıxıb seminar keçməyə. Tamam mı? Və bu gənc nəsil, bunlar bilmirlər kimdir keyfiyyətli spiker, kim deyil, tamam mı? Və onlar da gənc nəsildə nə yarandı? Gəldilər bir dənə spikerə, baxdılar, bu nə danışır dedilər. Keçdilər ikinciyə baxdılar bu dərəcə. Yəni, Pərviz Həsənova çatana qədər bu spikerləri görür və deyir ki, Azərbaycanda seminar leveli yəqin budur. Deməli, mənə bu lazım deyil. Deyib də ümumilikdə bu şəxsiyyətində qərar verir ki, mən seminarlara getməyən bir insana çevriləcəm. Və mən də bunu çox normal qarşılayıram. Mənim atam ev remont edən ustaydı. Və doğrudan da spesifik, çox əl qabiliyyəti gözəl olan bir usta olub. Atama hər adam sıraya dururdular ki, evlərini remont elətdirsinlər. Mən uşaqda bunu görmüşəm. Və o vaxtda atam çox gözəl qazanırdı və biz də çox gözəl yaşayırdıq. Hara kimi, salam, hoş gəldiniz. Hara kimi, hər yerindən duran usta olana qədərdir.
Her yerinden duran usta olduktan sonra atama artık daha az adam çağırmaya başladı. Niye? Çünkü ucuza kaçırdılar. Düzdür. Bu da sebep oldu ve bugünkü dövrde ondan sonra bütün bunlar yarandan sonra bir tane de trend yarandı. Şəxsi inkişafda olmağın anti-təbliğatı. Səhnədə olanların anti-təbliğatı, şəxsi inkişafda olanlar sonra keçdilər, motivasiyaya ilişdilər, onun anti-təbliğatı oldu. Səhnədə danışılan boş-boş şeylər danışırlar, təbliğatı oldu. Bütün bu şeylər insanların şuur altında seminara getməyin boş bir şey olduğunu düşüncəsinə gətirib Bir çıxardı. de realistik bir anlayış alındı. Çünkü realist olmak motivasyon. Bəli, bəli. Belə bir ana. Bütün bu şeylər təkcə məndə yox, ümumilikdə seminar kütləsinin azalmasına səbəb oldu. Yəni bugün bizim universitetlərdə belə əvvəl universitetdə bir kəs təlim seminarı keçəndə bütün zal dolu olurdu. Yadınızda da o illər yəni. İndi mən izləyirəm universitetdəki tələbə təşkilatlarının fəaliyyətlərini. O boyda vəzifədə adamı çağırırlar, qabağında 7 adam əyləşib. Cidden biabırçılıqdır yəni. Burada mən yeni nəslin özünü də günahlandırıram müəyyən mənada. Çünki sənin üzərində düşür keyfiyyətli təlimçini tapmaq, sənin üzərində düşür keyfiyyətli seminarı tapmaq və o gün orada olmaq yəni. Tamam mı? Və amma gənclərdə bir yanını da qınamıram. Çünki bunlar sosial mediaya baxanda bu seminarçı kütlənin tənqid olunduğunu görürlər. Seminara getməyin tənqid olunur. Bunlar nəyə tərbiyə alırlar? Deməli, mən seminara getməməliyəm. Tərbiyə sağlayırlar. Bütün bu şeylər bu yön Azərbaycanda seminar səviyyəsini bu günə gətirib yəni. Səviyyə budur. Qaldı ki mənim özümə, mən özümdə tam səmimi deyəcəm bugün, o şeylə baş sizə yenə çəmən açıldı. Mənim müəyyən o illərdən izləyən adamlar mənim necə bir etaplardan keçdiyimi bildiniz yəni. Və nə oldu? Əvvəllər mən çox ASTV senzurası ilə danışırdım. Çox ASTV senzurası ilə, kiminsə dəyərlərini incitməmək üçün. Amma mən hər ildən ilə daha dərin bir auditoriya qabağında oturduqca mən daha ürəklənib, daha dərin şeylərdən danışmağa çalışırdım və daha açıq, daha 18 plusuna daha açıq danışa özüm bir növ qaşındım ki, əvvəllər bunu bağlı otaq arasını saxlayırdım. Publika çıxartmırdım, siz bilirsiniz mən nə danışıram, mən danışıram, siz götürürsünüz, bundan faydalanırsınız, düzdür? Amma yavaş-yavaş bu mövzu bağlı qapılar arasında qalmadı, bu mövzu açıldı, kimlərin əlinə, yataqdan durub bugün kimi linç edeyim deyən bir o dar beyni kütlənin əlinə düşdü bu materiallar və başladı normağa linç etməyə. Tənqid olmağa, linç bu adam necə ki, bu mentalitetdə bu adam necə bu mövzulara toxuna bilir deyə tənqid olunur və bir növ Pərviz Həsənov personajının da anti-təbliğatı başladı. Kimi və o başdan xarabdır, kimin seminarisi, o bir-bir də danışır təbliğatı getdi universitetlərdə və yeni nəsil də belə baxır ki, yəqin mən bu adamın seminarına getməməliyəm, şuuraltı aşılandı yəni. O zaman mən bundan, mən də həyatımın o dönemində idim ki, doğrudan da tənqid olunmaq, ələmək və yanında yalnız məni anlayanların qalmasını bir dar qrup istəyirdim. Artıq hər kəsin tanıması yox, dar bir mühiti məni tanımasını istəyirdim. Bu mənə sərf elədi yəni. Sərf elədikcə özünüzdə görürsünüz ki, linç yiyən adam normalda bizim cəmiyyətdə geri addım atır. Mən üstünə daha da qaşırdım, daha da gəlin, daha çox gəlin dedim və daha da darlaşdırdım məsələni yəni. Və bu dəqiqədə, bu günümdə də eləyəcəm. Elə ki, görəm kütlə biraz çoxaldı, bir dənə düşüncə tərzlərinə sığmayacaq bir mövzu atıram ortalığa, onun altından qalxa bilmirlər kommentlərdə. Qırırlar bir-birlərini, kütlə yenə də azalır. Necə azalır? Unfriend edirlər. Yəni unfriend, nə gözəl deyirəm. Belə. Yəni ki, xülasə, Azərbaycanda seminar və belə qarşılıqsız faydalı olmayan durumu bu dəqiqə bərbad vəziyyətdədir, belə olmamalıydı. Amma digər tərəfdən bu mənə sərf edir, yəni istədiyim məqamdayım. Tamam mı? Yəni bu stol qədər də olsun, mənə ora qədər bir ləkəm də olsun istəmirəm. Keyfiyyət ölür o zaman. Tamam.